Komment tam elə yerinə düşdü. 3 gün öncə Münhen şəhərindəydim və orada Münhendən iş təklifi alıb, yəni Almaniyadan iş təklifi alıb, Almaniyaya köçən klientimlə deməli görüşmək üçün və rəy videosu çəkmək üçün oradaydım. Əslində növbəti günlərdə paylaşacağıq, elə YouTube kanalımızdan izləyə bilərsiniz. Deməli, Azərbaycandan da müraciət edib, Qərbi Avropa ölkələrindən ümumiyyətlə Avropaya müraciət edib iş təklifi əldə etmək mümkündürmü? Yoldaşlar, burada bir neçə reallıqlar var ki, biz bu reallıqları tərtəmiz baxmalıyıq onlara və bu reallıqlara uyğun öz planlarımızı qurmalıyıq. Birincisi, bu ölkələr cherry picking edirlər. Yəni bu ölkələr sahə üzrə ixtisaslaşmış ekspertləri götürməkdədirlər. Niyə? Çünki ixtisaslaşmamış şəxslər təbii ki, ehtiyac yoxdur və ya juniorları hər yerdə tapmaq mümkündür. İkincisi, ən çətin məsələ, ən vacib məsələlərdən biri iş icazəsi məsələsi. Yəni biz Azərbaycanda olarkən, məsələn Almaniyada, Fransada, Avstriyada, burada bizim işləmək üçün iş icazəmiz yoxdur. Nə etmək lazımdır? Bu şirkətlər bizə iş icazəsi düzəltməsi lazımdır və təbii ki, bunu yalnız ixtisaslaşmış şəxslər edirlər. Çünki bu 2-10 min avro arası xərc çəkir. Bura təkcə deməli viza xərcləri deyil, deməli bəzən təyyarə xərcləri, sığorta və sair digər xərclər daxildir və bu proses 2-6 ay çəkir. Plus, yəni bu xərc müddət, plus bir də təbii ki, həmişə bir ehtimal var ki, reject ola bilər, yəni viza ala bilməyə bilərsiniz. Ona görə də şirkətlər bunu adətən etməməyə çalışırlar. Yəni, ən effektiv metod əslində, təbii ki, siz müraciət edib iş təklifi alma şanslarını axtara bilərsiniz. Bu, bir daha qeyd edirəm ki, yüksək ixtisaslaşmış şəxslər üçündür və təcrübəli, artıq beynəlxalq sertifikatlar toplamış, təcrübə toplamış və digər ən zəif metod isə təbii ki, təhsil xətti ilə Avropaya gəlib, buradan daha sonra işlərə müraciət etmək ola bilər. Əgər siz də Avropada ümumiyyətlə beynəlxalq şirkətlərdə öz karyeranızı qurmaq istəyirsinizsə, səhifəni izləyə bilərsiniz. Burada biz müxtəlif faydalı məlumatlar bölüşürük. Həmçinin, əgər bu proseslə bağlı sualınız varsa, komment yaza bilərsiniz. Sizinlə detalları bölüşəcəyik. Hər birinizə uğurlar arzulayıram.